Mən bir dəfə buradan balkondan salamladım dövlət başçısını. Orada sözümü dedim, təşəkkürümü bildirdim. Torpaqlarımız hələ işğalda idi. O zaman bizim hörmətli ziyalılarımız Polad müəllim, Fərhad müəllim, İlham Fətəliyev Şuşaya gəldilər. Və onlar şəhəri küçə-küçə gəzəndə o kadrlar göstərilirdi. Məndə belə təəssürat yarandı və özümdən asılı olmayaraq götürdüm, belə bir yazı yazdım ki, yenə məhlənizdən gəlib keçirdim. Elə bil dəyişib küçədə daşda, qocalıq əlimdən tutub yeriyir, ancaq məhəbbətim əvvəlki yaşda. İtburnu kolları sırğalanıbdır, dərməyə kimisi, kimsəsi yoxdur. Sənin boylandığın pəncərənizdən mənim gəlişimə özgəsi baxdı. Əlvida demirəm daşa torpağa, sevinirəm ki, o vaxt elə bil mənə dedilər, ya içimdən gəldi bir çağırış oldu ki, o vaxt əlvida demədim də, ölənədən də deməyəcəkdik, ha vaxtsa torpaqlarımız alınmalıydı. Elə bir bax bu yerinə düşübdü, indi rahatam ki, o zaman bu sözü işlətmişəm də. Əlvida demirəm daşa torpağa, yenə pəncərədən sən baxacaqsan, şəhərin yuxarı başından gələn o mahnı selinə sən axacaqsan. Şuşa həmişə mahnının beşiyi olubdu. Burada hər evdən ayrı-ayrı musiqi sədaları gəlirdi, qovuşurdu bir-birinə. O gözəl günləri indi Allah'a şükür ki, gələcək nəsillərimiz yaşayacaq.